Ona görə yəni Jeturla tanışdığımız təəssüf ki, belə başladı. Avtomobil nə qədər qiymət olar? Belə başa düşürəm ki, o qədər də rahat iş görə bilmir. Tanımırsınız, söhbətlər qutusu niyə də saxlamırsınız? Bu Nazim Çayxın demək olar 99% ömrü gedib. Çoxdur da. Əslində çoxdur. Bunu niyə deyirəm ha? Deyirsiniz, bahadır. Orada deyəcəklər. Öz segmentində nə bilim, nə. Kimsə durub 2 il yalanan bir markanı reklam edəndə baxırsan ki, bizə o saat yazırlar ki, mən sənə inandım, bunu aldım, sən dedin aldım. Bunu gətirin çörəkdir, tapılmır Azərbaycanda. Dostlar, bizə ünvanlanan suallardan biri də Jeturla bağlıdır. Jeturla bağlı indiyə kimi heç nə danışmamışıq, heç bir avtomobilini çəkməmişik. Ona görə ki, bu barədə danışan olmayıb. Hərçənd ki, Jeturun özündən çox bir şey gözləməmişik. Çünki Chery'nin bir qoludur və Chery'nin özündən də o qədər razı deyilik. Amma bu avtomobilin sürücüsü onun haqqında danışmağa bizə söz verib. Amma hələ ki, gəlib çıxıb bura, Mehdi Ustanın emalatxanasına. Təbii ki, ondan sonra ürək sözlərini bizə boşaldacaq. Bu Jetur Dashing'dir. 2022-ci ildir. İndi Mehdi Usta bizə bu avtomobilin transmisiya problemindən danışacaq. Yəni, düzdür, digər modellər də var, amma hər halda bunun üzərində olan budur. Deməli, dual clutchdır, robot kimi bildiyimiz, amma dual clutch olandı. Ondakı Mehdi Usta belə başa düşürəm ki, o qədər də rahat iş görə bilmir. Niyə rahat iş görə bilmir? Nədir bunun problemi? Desin, biz də eşidək. Salamlayıram Raqib bəy, xoş gəlmişsiniz. Kənan bəy, xoş gəlmişsiniz. Salamlayıram Master Class'ın dinləyicilərini, izləyicilərini. Bugünkü qonağımız Jetur Dashing'dir. 2022-ci ilin avtomobilidir. 1.6 mühərrik. DSG yox, dual class söhbətlər qutusudur. Yəni qoşa muftalı, stifleniyalı söhbətlər qutusu. O K5-lərdə olan kimi də təxminən. Xeyr, K5-lərdə tam robot gedir Raqib bəy. Bax, söhbətlər qutusu. Amma orada da dual classdır və nazim çarx var. Əslində bu da hamısı növlər olaraq robotlaşdırılmış hallər, robot olsun, DSG-si olsun, köhnə model robot olsun, yeni nəsil olsun. Mexaniki söhbətlər qutusunun içərisi dişli çarxdır. Sadəcə bu da təkmilləşib də yeni nəsil olub. İlişmə mutası yaş olan var, quru olan var. DSG ayrı adlanır, amma İş prinsipi olaraq demək olar eyni bir söhbətlər qutusu, sadəcə adların dəyişiblərdən. Amma dual clutch biz həmişə onsuz belə yaxşı hesab eləmirik. Xeyr, yəni də yaxşı hesab olunmur. Fərq eləmir. Yeni nəsil avtomobillərdə ümumiyyətlə də sizdə mən çox-çox üzr istəyirəm. Həqiqətən tez sıradan çıxır. Zibildir də bir sözdən. Yəni zibildir. Bu avtomobillə görüşünü atmışdım da sizə. Nə qədərdir bunun yürüyüşü? 80 neçə min? 85 min ətrafında yürüyüşü var. 85 min. 86 min artısa belə. Yürüyüşə yaxın yürüyüş, kilometrajdan yürüyüşü var avtomobilin. Söhbətlər qutusu 7 pillədir. Və nəzərinizə çatdığım söhbətlər qutusunun 2 ədəd filtr olur. Söhbətlər qutusunun üst hissəsində olan, baxın, bu hissədə olan mikrofiltr. Bunu məsləhət görürəm, 50 mindən bir yağı dəyişirlə mikrofiltr dəyişilsin və söhbətlər qutusunun kağız filtri. Bizdən qabaqki avtomobilin sahibi kağız filtr dəyişinə görə kağız filtr biz dəyişmirik. 50 min yürüşdə söhbətlər qutusunun mayyəsini dəyişiblər. Dəyişiblər artıq. Bəli, bu rəsmi servisdə. Servisdə olunub, bəli. Hətta mən səhv eləmirəmsə, təzəlikcə bildiyim məlumat budur ki, Jeturun Azərbaycan nümayəndəliyi də əl dəyişdi. Bilmirəm, indi var yoxsa yox. Çünki əvvəlkilər mən tanıyırdım. Hətta dedim ki, bəs çəkiliş eləyək. Dedi ki, artıq Çinlilər onu bizdən aldılar. Deyəsən bir plan qoyublar, onlar da o qədər sata bilməyib. Alıblar əllərinə. İndi kimə veriblər, verməyiblər, o da hələ məlum deyil. Mənə maraqlı olan nədir? Bu avtomobili sahibi sürən adam, bunun başqa bir avtomobil Teslası da var. Avtomobilin sahibi həqiqətən çox belə insan adamdır. Yəni baxırsan ki, insanın üzündən nur yağır. Müştəri gəlir servisə girəndə, deyirəm qardaş, bunun ehtiyat hissəsi əl tutan deyil, bunu sökərəm, ehtiyat hissəsi. Deyir qardaş, sökək baxaq da olmayacaq, dəmirdir də. Bilirsən, adam baxırsan ki, amma işi də bir o qədər rahat gedir. Yəni siz əvvəlcədən hələ bunun detalının olduğunu bilmirdiniz. Bax, Raqib bəy. Sizdə var ya yox? Xeyr, ehtiyat hissəsi var. Dedim avtomobil. Söhbətlər qutusuna aid ehtiyat hissələri varımızdır. Bu söhbətlər qutusuna nə problemlə avtomobil yaxınlaşıb? Söhbətlər qutusuna diskomfort atma və boş yeriş yaranırdı. Bunun da səbəbi nədir? Söhbətlər qutusunun ilişmə muftası. Bax, görürsünüz, misal üçün, söhbətlər qutusunda 2 ədəd, hansı 2 muftalı deyil ya. Görürsünüz, bax, burada bir paketdir və içərisindən bir paket. Bu paket andarazıdır. Yəni, buradan ümumiyyətlə çıxmır. Biz məcbur bunu ümumi stipleniyanı dəyişməliyik. Sıradan çıxdıq halda. Stipleniya varımızdır. Söhbətlər qutusunun qabaq kirişkası, baxın. Bu belə deyək, kipkədir də, bir rolu kipkəz oynayır, qabaq kirişkadır. Bu artıq oradan çıxdı. Bunu məcbur biz yenisilə əvəz eləmək üçün zədələnir və məcbur yenidən əvəz olunmalıdır. Söhbətlər qutusunun bir də mexanitronda problem var. Mexanitronun özünü təmir eləyəcəyik. Yəni, buna hələ dəyişməyə ehtiyac yoxdur və avtomobilin sahibinə də bildirmişəm ki, qardaş, bunu yoruq, təmizləyirik, stent olunur. Amma dəyişməlidir. Amma əslində dəyişməlidir. Sadəcə qiymət baxımından deyirəm qardaş, birincisi yoruq, təmizləyirik, stent olunur. Əgər problem
problem yaratmasa, effekt versə, dəyişməyə ehtiyac yoxdur. Xeyr, bunu da dəyişmək üçün xüsusiyyətlər qutusunu endirməyə ehtiyac olmadığına görə mən bu müştəriyə bildirirəm ki, o onu sonradan bəli, sonra dəyişmək olar. Amma indi düzəlməsi yenə də sual altına olaraq tapa biləcək onu əvəz etmək. O da varımızdır. Var. Sıfırı var. Hətta bəs olmayan nədir Nazim çay? Olmayan, bu da xüsusiyyətlər qutusunun, üzr istəyirəm. Xüsusiyyətlər qutusu yox, mühərrikin belə deyək, loril də maxavit deyirik də, Nazim çatda problem var. Kənan bəy, yaxından çəkin. Bunun içərisində prujin olur və prujinin qıraqlarında, yəni kənarlarında plasmaslar deyirik, plasmas olur. Artıq sıradan çıxır. Belə K5-də də o idi də, Mehdus. Hansı ki, avtomobili K5-də də həmin Bəli. Avtomobili işə salan zaman əsasında bu problem olur, soyuq-soyuq. Avtomobildə bir çaqqıltı səsi gəlir. Biz elə bilirik ki, mühərrikin sepində uzanma var. Eyni bir səsi verir, amma problemi yadan nazimçaqdır. Və bu tapılmır, hə? Və bu tapılmır, bizdə yoxdur. Sifarişə də qardaş, özüm də maraqlanmışam, ay yarım 2-yə gəlir. Biz ona görə məcbur oluruq. Xüsusiyyətlər qutusunu təmir eləyirəm. Əslində, mən avtomobilin bu problemə görə yox, xüsusiyyətlər qutusuna görə sökmüşük. Sadəcə biz açanda ümumiyyətlə mən onu yoxlayıram. Ya nazimçaqda problem var ya yox. Bu nazimçaqın demək olar 99% ömrü gedib. Yaxşı, bəs bu zəmanətdə deyil 100 minə kimi? Xeyr, zəmanətdə avtomobilin sahibi ikinci sahibidir. Olsun da, 100 minə kimi maşın zəmanəti. Xeyr, zəmanətdə deyil. İndi onu dəqiqləşdirməmişəm avtomobilin sahibi ilə. Yəni ki, zəmanətdə olsa, niyə deyil də? Servisə yaxınlaşıb, servisə, yəni DVD şonkdası dəyişilmədə orada baha qiymət deyiblər servisdə qardaşlar. Qiymət dəqiqləşdirmir. Siz neçə edirsiniz? Yəni buradan neçəyə başa gələcək bu? İlişmə nöqtəsinin qiyməti mexatronsuz, hardasa bunun qiyməti 1300-1400 manata yaxındır. Sıfırı. Sürətlər qutusunun mayesi, filtr dəyişiləcək, qabaq kürşük aşağı yuxarı bir yəqin ki, bir 2000-2500 aşağı yuxarı xərci çıxır. Yəni avtomobilə görə maxaviksiz. Maxaviksiz, maxavik tapılmır. Çoxdur da. Əslində çoxdur. Çoxdur. Avtomobilin nə qədər qiyməti olar? Bilmirəm, amma mən bilən çox deyil. Məncə çox deyil. Məncə çox deyil. Məncə çox deyil. Düzdür, mən digər modellərinə rast gəlmişəm, amma ən azından biz elə belə bir əslində məsələ nədir burada Raqib bəy? Hələ bunun nazimçarxı yoxdur. Nazimçarx da tapılmalıdır. Nazimçarx hələ biz bunu sifariş veririk. Bu qardaş gələcək və yenidən qardaş ehtiyac hissəsinin olmadığına görə plus bir də yenidən ustaya əmək haqqı verməlidir ki, usta bunu dəyişsin. Mən deyirəm qardaş, istəyirsiniz... 24-ün modeli 43 min manata var. 22-ci il neçəydi? 22-ci il. 22 yoxdur ümumiyyətlə elanda. Daha çox T2-lərdir. Bizdən soruşulanların içində o da var ki, T2, daha çox odur. Yəni satışda yəqin ki, aşağı yuxarı bir 25-30 min olar. Yəni daşın çox deyil. Bəlkə də. Çox deyil, amma hada yəni ən azından. Yəni 40 min özü də az deyil. Yox, əslində sürətlər qutusunun növünə görə, avtomobilə görə, yəni bir o qədər də baha da deyil sözün düzdür. Çünki ehtiyac hissəsi əl çatan deyil. 40 minə bu gün elə maşınlar var ki... İndi buradan bəziləri orada yazacaqçı kommentlərdə ki, yəqin ehtiyac hissəsi tapılmır deyə də Mehdus bunun baha qiymətə deyil. Və avtomobilin sahibindən mən dediyim qiymətin, ilişmə muftasının mənim qiymətimlə servisin arasında 600 nə qədərsə manat fərq edirdi. Və avtomobilin sahibi deyir ki, qardaş, mən orada hətta özüm dedim, qardaş, bu qiymət deyil, bu qiymətdir. Və qardaş gələn sonra həmin qardaşın hardasa bir 2 illə bundan qabaq Teslasında təmir eləmişəm, dişli çarxda. Teslada sürətlər qutusu olmur da. Reduktor. Reduktor, bəli, arxa hissəsində reduktor. Onu da təmir eləmişəm qardaşda. Hətta bizim bu avtomobili indi sürətlər qutusunu təmir edib tam ərsəyə gətirdikdən sonra İnşallah bunun çəkilişini də eləyərik. Hə, biz deyirik sahibi danışsın, sahibin özü nə qədər məmnundur, başqa digər texniki parametrlərdən danışacağıq. Yəni bir belə deyək, bir icmal videosu. Amma elə alındı ki, bu icmal videosu gəldi düşdü bura. Birinci deyək ki, qoy buradan danışaq, başlayaq. İndi sonra bəlkə kimsə deyəcək, yox, məndə T2-dir, onda fərqlidir. Gəlsin danışaq. Bizim üçün həmişə xoşdur. Sahibi danışında lap maraqlı olur. Sizin avtomobilin əyləc bəndinin qiyməti nə qədər olar? Mənkini mən cütünə vermişdim, 100 manat deyildi, 90 neçə manat. İkisinə, arxa, qabaq ikisinə? Yox, bir cütünə 90 neçə manat arası. Amma siz jep sürürsünüz da, Amerikan avtomobili? 3-6-dır, cipdir, təbii ki. Bugünkü gündə əyləc bəndi bitsə, əl çatanda da, yəni ala bilirsiniz. Doludur. 2 dəfə də dəyişmişəm. Qardaş, qabaq əyləc bəndlərinin yanı cütünə komplektdə 4 ədəd olur. Özü gətirilir 200 manata və burada yoxdur. Hətta adi əyləc bəndi belə burada. Əyləc bəndini özü gətirilir. Bunu niyə deyirəm ha? Deyirsiniz, bahadır. Orada deyəcəklər bahadır. Yəni baha deyil qardaş. Ehtiyac hissəsinin qiymət dəyişir. Burada mənim ustanın, Mehdi ustanın fərq eləmir. Mehdi usta olsun, Kənan usta olsun, Raqib usta olsun, onun fərq eləmir. Bunun əmək haqqısı maksimum ən baha usta işlədiyi halda 350-400 manatdır. Yəni adi əyləc bəndini belə sən hardasına gətirirsənsə, deməli bu avtomobilin heç bir o ehtiyac hissəsi bazarda yoxdur. Hələ bu qardaş özü sifariş verib gətirir. Bunu kimsə qardaşa gətirirsə olsa, plus o da üstünə bir pul qoymalıdır. 200 manata bu əyləc bəndi gəlir. Yəni ona görə baha deyil. Burada fərq eləmir də. Yəni deyirəm, ustanın burada maksimum ən baha usta işləsə 400 manat onun əmək haqqısıdır. Biz bugünkü gün bu sürətlər qutusunu təmin edirik 300 manata. Qardaş dediyim kimi köhnə müştərimizdir. Yəni bu da 300 manat əmək haqqıdır. Qalan ehtiyac hissələrinin puludur. Yəni o qiymətə bu qiymətə gəlib çıxır 2000 keçir.
Yəni ona Amma görə yenə də bildirmək çoxdur istəyirəm. və üstəlik də məsələn Nazim Çağın tapılmaması, indi onu Bəli. əgər quraşdırdı, yenə də problem qalacaqsa, o gələnə qədər belə sürməlidir. Yəni də problem qalacaq və yenə də qardaş məcburdur gəlsin, fərq eləmir, Mehdust olsun, başqasının olsun, yenə də sürətlər qutusu enməlidir. Nazim Çağ dəyişilməlidir və qardaş yenə də buna görə pul verir. Amma bugünkü günü ehtiyat hissəsi əl çatan olsaydı, qardaş alıb götürərdi. 60 qoydun, açmışkən onsuz da mən bunu belə deyək. Burada görürsüz, baxın 6 ədəd botda, yəni bunu açıram mən 5 dəqiqəyə dəyişilir bu. Mühərrikin və hətta Amma yox. Başqası da uyğun gəlmir. Bir dəqiqə. Xeyr, başqa marka, modeldən uyğun gəlmir. Bu hissədə yerləşir, görürsüz. Mühərrikin bu hissəsinə oturur, və bu hissəsi də sürətlər qutusunun Raqib bəy ilişmə muftasına. İlişmə muftasına birləşir. Hətta o bildiyimiz splin effekti. Bəli, bildiyimiz splin effektidir. Bu da, baxın, Canan bəy, yaxından çəkə bilərsiniz. Bax, görün nə qədər boşluq var. Və o hər dəfə onu hiss edir. Və hər dəfə bunu hiss edir. Vurmalar verir də bu. Bu diskomfort verir, avtomobili işə salan zaman qardaş deyir, mən hiss eləməmişəm. Deyirəm, bu dəqiqən siz hiss eləmirsiniz. Mümkün deyil ki, buna səs olmasın. Bəli. Bunu ən çox səsini bilənlər Honda 2 avtomobili sürənlər. Və o get-gedə çoxalmalıdır. Robot sürətlər qutusu sürən Honda 2 avtomobilləri bunun səsini daha yaxşı bilərlər. Və get-gedə çoxalmalıdır. Bəli. Bunu göstərirəm ki, yəni buna görə biz yoxlayırıq ki, çünki problem var. Misal üçün, biz hətta sürətlər qutusunu endirəndə Raqib bəy, marka modeldən asılı olmayaraq, misal üçün, bir avtomobil yaxını sürətlər qutusunu təmir eləyirik və yaxud sürətlər qutusu enir filtrdən bərabər dəyişiləndə də mühərrikin arxa kipkəzindən belə kimi baxıram ki, yəni, çünki onu dəyişmək üçün sürətlər qutusu enməlidir. Adam pul verir və ən azından 3 aydan sonra bu bir də yenidən gedib həmin o kipkəzə görə başqa ustaya pul verməz. Onsuz onu alır, onun belə bir əhəmiyyəti yoxdur. Biz onu olan dəyişirik. yerdə də əsas olur. Olsun təki. Amma yəni yenə də indi bu nə əcəb sizdə məsələn bu var idi. Normalda siz sırf Jetura görə deyil də bu yəqin. Jetura görə deyil. Çanqan CS, yəni Plus 35 dənə yenə uyğun gəlir. Deyirəm də. Və biz bu sürətlər qutusu. Bilirəm də bunun işin sirrini. Biz bu sürətlər qutusundan bir dəfə təklif eləmişik Çanqanda, yadınızdadırsa. Tanımırsınız sürətlər qutusunu niyə də saxlamırsınız? Yox, tanıyıram, amma siz bunu Jeturun təqdim edəndə dedim bəlkə fərqlidir. Deyirsiniz ki, bu fərqlidir də. Nazim Çağ uyğun gəlmir. Amma sürətlər qutusu ümumi olaraq korpus fərqliliyi var, amma için ehtiyat hissələridir, ilişmə muftasıdır, gidrablok, yəni mexatron deyilir, Laurel desək buna beyin deyilir. Bu da Çanqandan uyğun gəldiyinə görə bu bizdə var. Bəli. Amma maşının özü haqqında da sürücü hər halda müsbət rəydə olmayacaq düşünürəm. Amma indi sürücülərin fikirləri həmişə olduğu kimi də şərhlərdə yazacaqlar, kimdəsə olubsa, kimsə deyə bilər, yox, mənim dostumda olub belə-belə. Yəni, biz bu avtomobillər haqqında ona görə həm də danışmırıq ki, biraz sürülsün, sürücü özü gəlsin, rəyini versin. Çünki mən aşağı-yuxarı bilirdim belədir. Sadəcə olaraq dediyim kimi, yəni bu markanın özünün hələ bir o qədər də 2018-də yaranan bir markadır, Chery-in bir qoludur. Yəni markanın özünün heç 10 yaşı yoxdur da. Qaldı ki, hələ biz başqa bir şeydən danışaq. Hələ mən modellər demirəm. Ona görə bu şeyləri deyəndə kimsə durub 2 il yaranan bir markanı reklam edəndə baxırsan ki, bəsdir də, yəni bu qədər də olmaz da. Ən azından bunu bir baxan da demir, ay kişi bu 2 ildir yaranıb, sən bu nəyini reklam verirsən? Öz segmentində, nə bilim, nə o verilən şablon sözlər reklam pulunu aldı, getdi. Amma sabahlar problem olanda gəlib onu axtarmır. Ay ki, qardaş, sən dedin, mən sənə baxdım. Bizə o saat yazırlar ki, mən sənə inandım, bunu aldım, sən dedin, aldım. Ona görə mənim məsuliyyətim daha böyükdür və mən çalışıram ki, heç olmasa onları biz özümüzün bəlli bir testlərimizdən keçirib sonra adamlara deyə bilək ki, hə, bu maşın baxdıq, haqqında olan rəylər yaxşıdır və yaxud yoxladıq, texniki olaraq budur. Və bu avtomobilin üzərində 2 mühərrik gəlir, 1.6, 1.5 mühərrik, 1.5-lərdə 6 pillə gəlir, DSG, yəni DSG, yəni DSG deyil, dual class transmission sayılır. Hətta biz ona qoşan Nazim Çağ deyirik də. 6 pillədir, 1.6-ların bəli disidir və 1.6-larında isə 7 pillədir. 1.5-lərdə 6 pillə gəlir, 1.6-larda 7 pillə gəlir. Sürətlər qutusunun növ olaraq eynidir, sadəcə pillə olaraq biri aşağı, biri yuxarıdır. T1, T2-lər də elanda daha çox. Qiymətlər də az deyil. Məsələn, T2-nin qiyməti 60 min civarındadır, bəzilərində 60 mindən də yuxarıdır. Orada da elanda qeyd olunur 1.5 plug-in hibrid və robot transmisiya. Və 3 pillədir. O neçə pillə olduğunu yazmırlar. Onlarda hələ ki, yeni sıradan çıxmıyor. Robot 1.5 plug-in hibrid yazırlar. Amma indi o hansı robotdur, onun sabahları nə gözləyir, biz onu hələ bilmirik. Avtomobil gəlməlidir. Mən birinci dəfədir bu avtomobildən təmir edirəm, yəni sökülür də, düzdür. Hətta indi tanış oldu, çünki sürətlər qutusunu bilirəm Çanqanla uyğun gəlir, ehtiyat hissələri var, ona görə götürürəm. Amma bugünkü gün Nazim Çağ lazımdır, yoxdur. Çünki bir maşını elana qoyanda
o detallığını heç vaxt yazmırlar da, çünki sərf eləmir. Hamısında yazılır robot. Hansı robot? Bu sual verən yoxdur. Yəni 3 variant yazırlar. Robot və yaxud avtomat və yaxud nə bilim CVT. variator. Bəli. Maksimum bunu yazırlar. Başqa amma robot deyəndə artıq sual yaranır ki, hansı robotla söhbət gedir? Onun mütləq alıcılar bir soruşsun, əvvəlcədən soruşsun. Ki sonra belə olmasın. Bir də əsas məsələ ehtiyat hissələri düşənləri bu videoya çox baxsınlar. Yəni nə lazım olur? Əsas bunu yadınızda saxlayın qardaş. Bu avtomobildə Bunu gətirin. bəli, bu problem yaranır. Bunu gətirin çörəkdir, tapılmır Azərbaycanda. İndi o Çindən birbaşa sifariş falan bu saytlar üzərində iş gedir, alınsın, hazırlansın. Ondan sonra onsuz da Ümumiyyətlə deyirəm ki, yəni bu avtomobil sürən adamlar da bilsinlər ki, bəli. Bu problem avtomobildə 85 min yürüyüş var, bu problem var. Bu çox güman ki, 100 min ətrafında hamısını Demək, bu 100 min gözləyir. ətrafında bəli, hamısını gözləyir. Siz də bu avtomobildən sürürsünüzsə, qardaş, ehtiyat gətirin, bunu özünüzdə saxlayın. Birinci sıradan çıxsa, sonra avtomobilsiz qalmayasınız. Bəlkə də Mehdusaya satarsınız sabahları, onun müştərisi gələr, o axtarında deyə bilər ki, məndə var, Bəli, gətirmişəm. bəli. Gəl satım, yenə gətizdirərəm. Bax belə. Bugünkü günü, yəni deyirəm, qiymətindən asılı olmayaraq neçə olur olsun, avtomobilin sahibi deyir, tapılsa bir dəqiqə alaram, yoxdur. Ay sağ ol. Yoxdur. Elədir. Ona görə yəni Jeturla tanışdığımız belə başladı. Hər bir halda yəni təəssüf ki, belə başladı. Amma yenə də bu hazır olsun, Mehdus da versin. Biz indi sabahda birisi gündə həmin sürücünün özü ilə də avtomobil haqqında ayrıca bir çəkiliş eləməyə çalışacağıq. Bəli. Təşəkkürlər Mehdus da. Siz sağ olun, Çox sağ özünüzdən müğayət olun. Sizin də avtomobilin üzərində bilmək istəyirsiniz ki, hansı avtomobildə hansı növ pillələr gəlir, sürətlər qutusu məsləhətdir, məsləhət deyil. Kimə nə lazım olsa candan başdan qulluğunuzdayıq. Çox sağ olun, var olun Raqib bəy. Nömrəni də onsuz da yazanda biz görüşərik. yönləndirək. Mehdus da şərtdən adətən cavab verə bilmir. Amma kimsə sual verəndə biz Mehdusla nömrəsini yazırıq. Sonra özünə WhatsApp-a yazıb cavabını da alır. Belə. Çox sağ olun.